Hər vaxtınız xeyir, dəyərli izləyicilər. Deməli, bu videoda dövlət qulluğu üzrə qəbula düşmüş 7-ci sualın cavabını vermiş olacağam. 6-cı sualın da cavabını rəylər bölməsinə qeyd edə bilərsiniz. Bu arada dövlət qulluğu üzrə və yaxud magistr üzrə və ya vergi üzrə imtahana hazırlaşanlar varsa, bu qeyd olunan nömrənin WhatsApp-ına yaza bilər. Keçək 7-ci sualın izahına. Qeyd edim ki, bu sual dövlət qulluğu üzrə qəbula düşmüş sual formasıdır. Yəni sualın özüdür bu arada. Deməli, diqqətlə baxsaq, belə suallarda nə etmək lazımdır? Birinci, biz diqqət etdirməliyik, bizdən nəyi soruşur? Düz bucaq soruşur, yoxsa düz bucaqlı? Düz bucaqlı nə deməkdir? Düz bucaqlı, yəni bütün tərəfləri 90 dərəcə olan bucaqlar. Yəni, düz bucaqlar. Bu kvadratı görürsünüz burada. Bunu götürə bilərsiniz, bunu götürə bilərsiniz. Buranı götürməzsiniz, məsələn. Çünki burada tamamlanmıyor bir fiqur. Biz bu sualı tapmaq üçün birinci hissələrə nömrələyək fiqurları. Məsələn, biz bunu götürməliyik. Bu fiqur sayılmır. Ona görə buranı götürək 1. Buranı götürək 2. Bunu niyə görə götürmürük? Çünki burada yenə boşluq var. Yəni, bura tam olsaydı, bəli, götürərdik. Amma götürə bilmərik. Düzbucaqlı vermir bizə. Deməli, buranı 1, buranı 2 götürdük. Buranı götürürəm 3, buranı götürürəm 4, buranı götürürəm 5. Bir də burada bu qalıb. Bunu götürürəm 6. Baxın, bir hissədən ibarət olan düzbucaqlılar hansılardır? Elə 1 dənə, 2 dənə, 3 dənə, 4 dənə, 5 dənə, 6 dənə. Kənara yazıram, 6 üstə gələk. İndi isə 2 hissənin birləşməsindən yaranan düzbucaqlılar. Gəlin yazaq burada kənarda. Sətir birləşmələrinə gəlin baxaq. Ən rahat yolu, ən ideal yolu budur. Sətir birləşmələr. 1, 2 yazıram bura. Ancaq 2 hissəni yazıram bu arada. 1, 2. Sonra düşürəm aşağı. 3, 4, 4, 5. Düzdür? Yazıram. 3, 4, 4, 5. Bir dənə də aşağı düşsəm 6 ilə birləşəcək bir şey yoxdur. İndi keçirəm sütun birləşmələrinə. 1, 4, 4, 6. 3 ilə birləşəcək bir şey yoxdur. Ona görə 1, 4, bir dənə düzbucaq, 4, 6, bir dənə düzbucaqlı. Deməli yazıram. 1, 4, 4, 6. Bir də bu sütunda 2 ilə 5 var. 2, 5. Bir dənə, 2 dənə, 3 dənə, 4 dənə, 5 dənə, 6 dənə düzbucaqlı buradan saymışam. Ona görə üstə gələk 6. Üstə gələk indi. İndi sizə sual verirəm. 3 hissədən bəs ibarət düzbucaqlı varmı, yoxsa yoxdur? Sətir üzrə birinci sətirdə yoxdur. İkinci sətirdə görürsünüz 3, 4, 5 var. Yazıram. 3, 4, 5. Bu sətirdə varmı? Yoxdur. Sütun üzrə baxanda bu sütunda yoxdur. Amma bu sütunda var. 1, 4, 6 yazıram. 1, 4, 6. Bu sütunda 3 hissənin birləşməsi yoxdur. Ona görə 1, 4, 6, bir də 3, 4,